Xankəndiyə girər-girməz Eyvan adında bir restoran görüb dayandıq. Acılıqdan fit çalan mədəmizi də götürüb dərhal içəri keçdik. Girişdə suvenirlərə baxırdım, bir şəkil diqqətimi çəkdi. Dedilər ki, bu 1-ci Qarabağ müharibəsinin şəhidi Yusifov Cabbar Mürsəloğludur. Bu obyektin sahibinin atasıymış. Şəhid övladının məkanına gəlmişik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm. Bura Qarabağ Universitetinin düz qarşısında yerləşir. Terrası və xudmani zalı var. Hava isti olduğu üçün zalda məskən saldıq. Burada əvvəlcə fast food növləri ilə başladıq. Amma badımcan salatları superdir. Lahmacun, salatlar və pizzaların dadına baxdıq. Bəzilərini bəyəndik, bəzilərini yox. Amma kababları əla idi. Ümumiyyətlə qidaları təzə və keyfiyyətli idi. Gərək düzünü deyim. Hər kəsə açıq mətbəxi var. Qiymətləri çox baha deyil. Normal şəhər qiymətləridir. Bir də burada belə bir dolab var. Üzərində də müxtəlif əl işləri. Bunları Xankəndi sakinləri hazırlayıb. Bəyəndiyinizi alıb onlara dəstək ola bilərsiniz. Bura Xankəndinin eyvanıdır. Yolunuz düşsə baş çəkə bilərsiniz. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.